Hər vaxtınız xeyirli olsun, dəyərli dövlət qulluğuna, vergi orqanlarına və digər işə qəbula hazırlaşan namizədlər. Biz qanunverici dərslərimizə davam edirik. Bu dəfə Konstitusiya çərçivəsində maddə 52-dən 71-ə qədər, yəni vətəndaşların vəzifəsinə qədər olan məsələləri izah edəcəyik. Ekranda Rifah Akademiyanı görürsünüz. Rifah Təhsil Mərkəzidir. Siz dövlət qulluğu, vergi, gömrük, səfərbərlik xidmətinə hazırlıq, digər hazırlıq, eləcə də xarici dillər, MİQ, sertifikasiya, abituriyent hazırlığı, maliyyə, mühasibat kimi sahələrdə hazırlaşmaq üçün bizə müraciət edə bilərsiniz. Səhifəmizi görürsünüz və mobil nömrələrlə əlaqə saxlaya bilərsiniz. İndi isə biz dərslərimizə yan alacağıq, yer alacağıq. Burada artıq bu mövzu ilə, yəni bugünkü video dərsimizlə biz əsas məsələləri, xüsusən də deməli vətəndaşın əsas hüquqları, azadlıqlarını bitirəcəyik. Vətəndaşın vəzifələrinə bağlı isə bir əlavə dərsimiz olacaq. O dərsimizdə də siz vətəndaşın vəzifələrini öyrənmiş olacaqsınız. Burada əsas məsələ siz boş vaxtınız olanda videolara çalışın, dəfələrlə dönə-dönə baxın ki, bu sizin üçün sizə çox kömək edəcək. Çünki eşitmək, adətən mən izah edəndə müəyyən qədər əlavə sözlərdən də istifadə edirəm ki, tam olaraq izah sizin üçün aydın, anlaşılan olsun ki, bir növ daha rahat başa düşəsiniz. Deməli, gəldik bu hissəyə. Adətən birinci maddə, bilməm, yadınızdadır yoxsa yox, xalq kimlərdən ibarətdir? Xalq vətəndaşdan ibarətdir. Burada isə vətəndaşın tərifini biz deyəcəyik. Sanki elə bir birinci maddənin davamıdır bu. Vətəndaş odur ki, Azərbaycan dövlətinə mənsub olsun, onunla siyasi və hüquqi bağlılığı olsun, habelə qarşılıqlı hüquq və vəzifələri olan şəxs vətəndaşdır. Yəni, həmçinin bizim ərazimizdə və yaxud da vətəndaşlarımızdan doğulmuş şəxs də Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs də Azərbaycan Respublikasının vətəndaşıdır. Nədir bu? Yəni dövlətlə siyasi və hüquqi bağlılığı odur ki, misal üçün Elvin Azərbaycan pasportu, yəni Azərbaycan şəxsi vəsiqəsi daşıyır, seçkilərdə səs verir, qanunlara əməl edir və dövlət qarşısında öhdəliyi var. Və bu dövlətlə siyasi və hüquqi bağlılığı olmaq bu deməkdir. Azərbaycan Respublikasının ərazisində doğulmaq nədir? Aysel Bakı şəhərində doğulub, o Azərbaycan Respublikasının vətəndaşı sayılır. Və yaxud da ki, Azərbaycan vətəndaşlarından doğulma nədir? Tutalım Murad Rusiyada doğulub, amma həm anası, həm də atası Azərbaycan vətəndaşıdır. Onda Murad da Azərbaycan Respublikasının vətəndaşı sayılır. Valideynlərindən biri Azərbaycan Respublikası vətəndaşı olduqda isə, məsələn, Ləman Türkiyədə doğulub, anası Azərbaycan vətəndaşıdır, atası isə başqa bir ölkənin vətəndaşıdır. Onda Ləman Azərbaycan Respublikasının vətəndaşı hesab olunur. Vətəndaşlıq hüququnun təminatına gələk. Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlıqdan məhrum edilə bilməz. Ə, yəni vətəndaşlar səs verə bilər, seçilə bilər, partiya yarada bilər və yaxud da partiya üzvü ola bilər, mitinqlərdə iştirak edə bilər, dövlət idarəçisində yer ala bilər. Amma qanunla itirilmə halları var ki, hə, qanunla itirilmə hallarında istisnadır. Onda vətəndaşdan məhrum edilə bilər. Məsələn, vətəndaş özü könüllü çıxırsa, bu qanunla itirilmə halıdır. Azərbaycan Respublikasının vətəndaşı heç bir halda Azərbaycan Respublikasından qovula və yaxud da xarici dövlətə verilə bilməz. Yəni vətəndaş qanunsuz çevrilişi tanımaya bilər. Ümumiyyətlə belə deyim də, vətəndaş heç bir halda hər hansı bir iş görübsə və yaxud da nə olubsa fərqi yoxdur. Onu hər hansısa bir ölkəyə vermək belə deyək, doğru hesab olunmur. Azərbaycan Respublikasının kənarda müvəqqəti və yaxud da daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının hüquqi müdafiəsinə təminat verir. Respublikamız təminat verir və ona hamilə edilir. Yadınızdadsa müharibə vaxtı ermənilərlə Azərbaycan arasında Moldova səfiri, digər səfirlərdə qarşıdurma yaranmışdı. Və yaxud da İranda bizim vətəndaşı öldürmüşlər. Bununla bağlı Xarici Nazir nota vermişdi. Yəni bizim vətəndaşlığı ona bir növ hamilə eləyir. Gəldik cəmiyyətin və dövlətin siyasi həyatında iştirak hüququ. Azərbaycan Respublikası vətəndaşlarının cəmiyyətin və dövlətin siyasi həyatda maneəsiz iştirak etmə hüququ vardır. Yəni, Azərbaycan Respublikasının hər bir vətəndaşı ölkənin necə idarə olunmasında söz sahibi olmaq hüququna malikdir.
Yəni dövlət qərarlarının formalaşmasında və hakimiyyətin seçilməsində iştirak eləmək hüququ var. Məsələn, vətəndaşın seçkilərdə səs verməsi, referendumda iştirak eləməsi, bələdiyyə və yaxud da Milli Məclis üzvlüyünə namizədliyini irəli sürməsi bir növ dövlətin idarə olunmasında iştirak hüququnu həyata keçirilməsi deməkdir. Dövlətə qarşı qiyam varsa, dövlət çevrilişi varsa, onda müstəqil müqavimət göstərmək Azərbaycan Respublikasının hər bir vətəndaşının hüququdur. Bax, burada hər bir vətəndaş deyir. Gəldik yoldaşlar digər bir məsələyə. Baxın, deməli dövlətin idarə olunmasında iştirak hüququ, yəni vətəndaş dövlətin idarə edilməsində iştirak hüququ var. Bu elə ola bilər ki, bilavasitə və yaxud da ki, belə deyək, nümayəndəsi vasitəsilə həyata keçirilə bilər. Burada yoldaşlar, yəni nə deməkdir? Yəni ola bilər ki, vətəndaş belə deyək, hər bir vətəndaş seçdiyi nümayəndə vasitəsilə də öz sözünü deyə bilər. Məsələn, Milli Məclisin deputatı bir söz deyirsə, təbii ki, bu deməli vətəndaşın seçdiyi nümayəndəsi də sözünü deməsidir. Vətəndaş dövlət orqanlarında qulluq etmə imkanına malikdir. Dövlət orqanlarının vəzifəli şəxsləri Azərbaycan Respublikasının vətəndaşları sırasından seçilir. Yəni vətəndaş sırasından bu seçilə bilər. Həmçinin əcnəbilər, vətəndaşlığı olmayan şəxslər də dövlət qulluğunda işləyə bilər. Amma qanunla müəyyən edilmiş qaydada qəbul edilə bilərlər. Yəni düzdür, dövlət qulluğu haqqında qanunda bu bənd yoxdur, amma konstitusiyada bu bənd var, amma nə vaxtsa dövlət qulluğuna əcnəbi vətəndaş olmayan şəxslər müəyyən mənada qanunun icazə verdiyi hallarda bəli, onlar iştirak eləyə bilərlər. Qaldı ki, digər bir məsələ yoldaşlar seçki hüququdur. Burada vətəndaşa 3 dənə hüquq verir. Yəni vətəndaş dövlət orqanlarına seçmək, seçilmək, habelə referendumda iştirak etmək hüququ var. Seçmək məsələn üçün mən vəlini deputat seçirəm. Seçilmək özüm seçilmək istəyirəm. Bu baxımdandır. Məhkəmənin qərarı ilə fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslərin seçkilərdə, habelə referendumda iştirak etmək hüququ yoxdur. Məsələn, adamdır, ağır psixoloji xəstəlikdən əziyyət çəkir, gündəlik davranışların nəticəsini anlaya bilmir və bu səbəbdən məhkəmənin qərarı var ki, bu fəaliyyət qabiliyyətsizdir. Yəni bu elan olunmuş bir qərardır. Bu şəxs seçkilərdə, habelə referendumda iştirak etmək hüququ olmur. Və bu şəxsləri görürsünüz. Bunların seçilmək hüququ məhdudlaşdırıla bilər. Seçilmək. Kimlərdir bunlar? Hərbi qulluqçular, hakimlər, dövlət məmurları, din xadimləri, məhkəmənin qanuni qüvvənmiş hökmü ilə azaldan məhrum edilmiş şəxslərin bu konstitusiyada və qanunda nəzərdə tutulan digər şəxslərin seçilmək hüququ məhdudlaşır. Baxın, seçmək deyil, seçkilərdə iştirak etmək hüququ deyil, seçilmək hüququdur. Diqqətli olun. Hərbi qulluqçu, adam mayordur, hələ bunun müqaviləsinin bitməyinə 3 ili var. Bu nətər deputat prezident ola bilər? Və yaxud da ki, hakimdir. Axı hakim artıq seçkili vəzifə tutursa bu hakimliyə zidd gəlir axı. Yəni bu formada müəyyən qədər məhdudlaşa bilər. Bu hakim müddəti bitər, sonra namizəd kimi iştirak eləyə bilər. Müraciət etmək hüququ bu da Azərbaycan Respublikası vətəndaşlarının hüququdur. Azərbaycan Respublikası vətəndaşları dövlət orqanlarına şəxsən müraciət eləmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququna malikdir. Həmçinin hərbi qulluqçular bu hüquqdan yalnız fərdi qaydada müraciət edə bilərlər. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətdə yazılı cavab verilməlidir. Kollektiv müraciət, məsələn, birlikdə ərizə, imza toplamaq və s. Hərbi qulluqçu yalnız fərdi qaydada eləyə bilər. Yəni öz adından ayrıca müraciət eləyə bilər. Bu məhdudiyyət odur ki, orada bir növ intizamın, tabeliyin və xidmət qaydalarının qorunması məqsədi daşıyır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qayda və müddətə gəldikdə isə biz vətəndaş müraciətləri haqqında qanun keçəndə bu hissə toxunacağıq. Müraciət neçə müddətdə cavab verilir və s. Azərbaycan Respublikası vətəndaşlarının, dövlət orqanlarının, həmçinin həmin orqanlarda işləyən vəzifəli şəxslərinin, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, habelə ayrı-ayrı vətəndaşların fəaliyyətini və yaxud da işini tənqid edə bilər. Bu tənqid, yəni etirazın bir formasıdır. Mən kimisə tənqid edirəmsə, onlar məni təqib, izləyə bilməzlər. Amma bir məsələ var.
Təhqir və böhtan tənqid deyil. Kimisə şəxsiyyətini alçaldırırsınızsa, kiməsə olmayan şey böhtan atırsınızsa, bu artıq tənqid sayılmır. Gəldik bu hissəyə birləşmək hüququ. Hər kəsin başqaları ilə birləşmək hüququ vardır. Yəni məsələn bir partiyada, bir həmkarlar ittifaqında birləşə bilər. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və yaxud da mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst, testdə azad düşsə səhvdir. Fəaliyyətinə təminat verilir. Heç kəs hər hansı birliyə daxil olmağa və yaxud da həmin birliyin üzvlüyündə qalmağa məcbur edilə bilməz. Dəyərli yoldaşlar, Azərbaycan Respublikasının bütün ərazisində və ya hər hansı hissəsində qanuni dövlət hakimiyyətini zorla devirmək məqsədi cinayət hesab edilən digər məqsədlər güdən və ya cinayətkar üsullardan istifadə edən birliklər qadağandır. Məsələn, birlik yaranıb dövlətə çevrilişə səsləyir, qanunsuz nələrsə səsləyir. Konstitusiyanı və qanunları, baxın burada konstitusiya və qanunlarda, konstitusiya qanunu deyil, ortada və var. Konstitusiya və qanunları pozan birliklərin fəaliyyətinə yalnız məhkəmə qaydasında xitam verilə bilər. Çünki məhkəmə təsdiq eləməlidir ki, bəli, bu belə deyək, arapozanlıq, ara qarışdıranlıq yaradır. Qanunsuz nələrsə təşviq edir insanlara. Azad sahibkarlıq hüququ hər kəs öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəstdir, yəni azad deyil. Maddənin adına uyğun deyil. Görürsüz, azadı görüb azad görməyin bunu. Azad istifadə edərək tək başına və ya başqalarla birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməmiş digər iqtisadi, sosial yazsa səhvdir. Fəaliyyət növü ilə məşğul ola bilər. Yəni tək başına məsələn üçün fərdi sahibkar kimi başqalarla birlikdə məsələn şirkət, korporativ və sair yaradaraq. Yəni dövlət bu azadlığı tanıyır, daha sonra bu hüququ tanıyır və bu hüququ qoruyur. Lakin fəaliyyət qanun çərçivəsində həyata keçirilməlidir. Yəni görürsünüz qanunla qadağan edilməyən deyir. Nümunə kimi məsələn, bir vətəndaş öz şəxsi vəsaiti hesabına mağaza açır və fərdi sahibkar kimi fəaliyyət göstərir. Digər bir qrup şəxsə birlikdə şirkət yaradaraq istehsalat və yaxud da xidmət sahəsində fəaliyyətə başlayır. Hər iki halda onlar sahibkarlıqdır və bunlar öz hüquqlarından istifadə edirlər. Dövlət sahibkarlıq sayəsində yalnız dövlət maraqlarının, insan həyatının və insan sağlamlığının müdafiəsinə bağlı tənzimləməni həyata keçirir. Yəni yoldaşlar, məsələn, dövlət qida istehsalı ilə məşğul olan sahibkardan sanitariya və gigiyena qaydalarına əməl etməyi tələb edir. Bu sahibkarlıq azadlığının pozulması deyil, əksinə insan sağlamlığının qorunması məqsədi daşıyan qanuni tənzimləmədir. Məsələn, kimizə bir balaca butikası dükanı var. Bakkuş satdı, uşaq zəhərləndi, öldü. Axı burada dövlət axı insanların sağlamlığını qoruyurdu. Dövlət marağı pozuldu. İnsan həyatı, insan sağlamlığı heçə düşdü. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hər kəsin hüquq və azadlıqlarının inzibati qayda və məhkəmədə müdafiəsinə təminat verilir. Yəni burada inzibati qayda odur ki, orqanın tabe olduğu yuxarı orqan, məsələn, rayon icra hakimiyyətinə, prezident administrasiyasına şikayət edirsiniz. Məhkəmə də bildiyiniz məhkəmə. Yəni burada sizin müdafiə hüququnuz qorunmalıdır. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə istər inzibati icraat, istər məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. Baxın, ağlabatan müddət yalnız buradadır. Konstitusiyanın heç bir yerində bu söz işlənilmir. Yəni bu norma ədalətli idarəçilik və eləcə də ədalətli məhkəmə araşdırması prinsipini təmin edir. Heç bir iş əsassız şəkildə uzadıla və yaxud da şəxsi münasibətlərə görə qərəzli baxıla bilməz. Nümunə kimi məsələn, hər hansı bir vətəndaş məhkəmə müraciət eləyib, hakim onun işinə şəxsi maraq və yaxud da təsir altında qalmadan sübutlara əsaslanaraq baxmalıdır və prosesi
illərlə ləngitməməlidir. Məntiqli müddət ərzində yekunlaşdırılmalıdır. Yəni ağlabatan müddət odur. Hər kəsin istər inzibati icraat, istər məhkəmə prosesində dinlənilmək hüququ var. Yəni vətəndaşı, şikayətçini dinləməlidir qarşı tərəf. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin həm hərəkətlərindən, həm də hərəkətsizliyindən inzibati qayda və məhkəməyə şikayət edə bilər. Yəni orqanın sahib olduğu yuxarı orqan və məhkəmə. Hərəkət odur ki, bir işi qurum görür, səhv görür. Yəni sizin səhv görür, ziyana düşürsünüz. Hərəkətsizlik odur ki, onu o qurum görməlidir, görmür, sizi yubadır, vaxtınızı alır və buna görə siz həm məhkəmə, həm də orqanın sahib olduğu yuxarı orqana şikayət edə bilərsiniz. Hüquqi yardım almaq hüququ, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ var. Yəni bu yardım odur ki, vətəndaşın hüquq və azadlıqlarının qorunmasını təmin eləsin. Həmçinin müraciət etdiyi hüquqi prosedurlarda düzgün və effektiv bir növ müdafiə imkanı yaratsın. Misal üçün, vətəndaş məhkəmədə öz hüquqlarını qorumaq üçün vəkil tutaraq, vəkil vasitəsilə iddiasını təqdim edir və yaxud da dövlət tərəfindən təmin olunan hüquqi yardım sayəsində maddi imkanları məhdud olan vətəndaş da məhkəmədə öz hüquqlarını müdafiə etmiş olur. Qanunla nəzərdə tutulmuş hallarda, yəni bütün hallarda yox ha, qanunla nəzərdə tutulmuş hallarda hüquqi yardım ödənişsiz dövlət hesabınadır. Məsələn, mən o vəkili bəyənmirəm, özüm vəkil tuturamsa, artıq mən pulumu verməliyəm. Hər bir şəxsin səlahiyyətli dövlət orqanları tərəfindən tutulduğu, həbsə alındığı və cinayət törədilməsinə ittiham olduğu andan, gün demirə, andır. Polis tutub, müvəqqəti həbsdir və yaxud da siz cinayət törədilməsinə ittiham olunursunuz. Bu zaman müdafiəçinin köməyindən istifadə etmə hüququnuz var. Gəldiyi məhkəmə aidiyyatının dəyişdirilməsinə yol verilməməsi hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Yəni yoldaşlar, məsələn, ağır cinayət işləri ağır cinayətlər məhkəməsinə baxılmalıdır. Digər məhkəmədə buna baxmaq olmaz, çünki ağır cinayətdir. Yəni şəxsin işi uyğun instansiya və yurisdiksiya üzrə baxılmalıdır. Şəxsin işi ixtiyari və yaxud da qanunsuz məhkəməyə göndərilərsə, bu onun hüququnun pozulmasıdır. Və cümlənin davamında deyir ki, şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Bu prinsip ümumiyyətlə ədalətli məhkəmə araşdırması və hüquqların qorunması üçün nəzərdə tutulub. Qanun hər bir vətəndaşın hüquqlarını pozmamaq üçün işi yalnız səlahiyyətli və əvvəlcədən müəyyən edilmiş məhkəmədə baxmağa imkan yaradır. Əgər iş başqa məhkəməyə köçürülərsə, bu hüquq pozuntusu artıq sayılacaq. Şəxsin işi onun razı olmadan başqa məhkəməyə göndərilərsə, onda prosesdə yeni hakim və məhkəmə heyəti işin mahiyyətini belə deyək, düzgün qiymətləndirməlidir və bu ola bilsin ki, müəyyən uyğunsuzluq yaratsın. Bir növ orada müəyyən hüquqlar pozula bilər, şəxsin hüquqları. Bu norma ümumiyyətlə vətəndaşın prosesdə iştirakını, eləcə də müdafiə imkanlarını təmin edir. Məsələn, mülki mübahisə üzrə vətəndaş Bakı məhkəməsində iş açılıb, şəxs razılıq vermədiyi halda iş köçürülür Gəncə məhkəməsinə. Əgər belə göndərilərsə, onda vətəndaş yuxarı instansiyaya şikayət edə bilər və qərarın ləğv edilməsini tələb edə bilər. Təqsirsizlik prezumpsiyası çox önəmli bir bənddir bu yoldaşlar. Yəni təqsirsizlik prezumpsiyası ümumiyyətlə nədir? Deyir ki, hər kəsin belə bir prezumpsiya hüququ var. Cinayət törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvənmiş hökmü yoxdursa təqsirsiz sayılır. Fikir verin, bəzən məsələn üçün kimsə cinayətdə şübhəli bilinir, polis kimlərsə yaxalayır. Bəzən məsələnin mahiyyətini bilməyən jurnalist deyir ki, bir qrup cinayətkar dəstə yaxalandı. Düzgün deyil. Bəlkə onlar bəraət alacaq, bəlkə heç onlar deyil. Yəni məhkəmə hökmü yoxsa kiməsə cinayət demək, o yəni mümkün deyil. Ona cinayətkar demək olmaz. Çünki o təqsirsizdir. Onun hökmü hələ yoxdur. Yəni bu prinsip bir növ vətəndaşın hüquqlarını qoruyur və onu əsassız ittihamlardan müdafiə edir.
Polis, prokuror və məhkəmələr yalnız qanuni prosedur çərçivəsində ittiham irəli sürə bilər və hökm çıxara bilər. Məsələn, bir şəxs oğurluqda şübhəli bilinir, lakin məhkəmə onun günahını sübut etmir. Onda o təqsirsizdir. Və yaxud da əgər məhkəmənin hökmü hələ qüvvəyə minməyibsə, təqsirləndirilən şəxs təqsirsiz hesab edilir və ona qarşı və onun hüquqları bir növ qorunur. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr olsa belə, onun yenə də təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsinə təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübut etdirməyə borclu deyil. Yəni, yoldaşlar, cinayətə təqsirləndirilən şəxs özünün günahsız olduğunu sübut etdirməyə borclu deyil. Yəni, təqsir prezumpsiyasına əsasən günahın sübutu dövlətin üzərinə düşür. Şəxs özünü müdafiə etməsə belə təqsirli sayılmır. E, Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Bir daha təkrarlayır, məhkəmənin hökmü olmazsa kimsə cinayətdə təqsirli sayıla bilməz. Bir cinayətə görə məhkum etməyə yol verilməməsi heç kəs bir cinayətə görə təkrar məhkum edilə bilməz. Yəni e, heç kəs bir cinayətə görə təkrar məhkum edilmir ona görə ki, e, deməli şəxsin işi üzrə məhkəmə hökmü qanuni qüvvəyə minibsə, eyni fakt üzrə yenidən cinayət işi açmaq, onu cəzalandırmaq olmaz. Burada məqsəd vətəndaşı təkrar təqibdən və qanunsuz cəzadan qorumaqdır. Bir şəxs məsələn oğurluğa görə məhkum olunub, hökm qüvvəyə minib, eyni oğurluq faktı üzrə onu yenidən məhkəmə vermək qadağandır. İndi ola bilər ki, o oğurluq faktının sayəsində məlum olur ki, bu bir adamı da öldürür, bu başqa məsələdir. Artıq yeni bir cinayət işinə səbəb olur. Məhkəməyə təkrar müraciət hüququ məhkəmənin məhkum etdiyi hər bir şəxs öz barəsində çıxarılmış hökmə qanun nəzərdə tutan qaydada yuxarı məhkəmədə işinə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət eləyə bilər. Yəni yoldaşlar, bu hüquq bir növ şəxsin ədalətli məhkəmə araşdırmasını və hüquqların qorunması prinsipinə əsaslanır. Şəxs 3 il həbs cəzası alıb, lakin yeni sübutlar ortaya çıxıb ki, o apellyasiya məhkəməsinə müraciət edərək hökmün dəyişdirilməsini, yenidən baxılmasını, əfv edilməsini bir növ tələb edə bilər. Şəxs cəza müddətinin azaldılmasını da həmçinin və bununla bağlı prezidentə də müraciəti var və yaxud da yüngülləşdirilməsindən bağlı bu prezident axı əfv etmə verir o baxımdan. Qohumların əleyhinə ifadə verməyə, məcbur etməyə yol verilməməsi, heç kəs, bax bunlara fikir verin, özünə, arvadına, ərinə, övladlarına, valideynlərinə, qardaşına, eləcə də bacısına qarşı ifadə verməyə məcbur edilə bilməz. Əleyhinə ifadə verilməyən qohumların əleyhinə ifadə verilməsi məcburi olmayan qohumların tam siyahısı da qanunla müəyyən olunur. Yəni yoldaşlar, burada e, bu prinsip nədir? Cinayət prosesi zamanı şəxsə qarşı zorla etiraf almaq, qohumlara qarşı ifadə tələb etməyə qadağanlıq nümayiş etdirir. Bu prinsip özünü günahkar saymama və yaxud da şəxsi hüquqların qorunması üçün nəzərdə tutulub. Polis, prokuror və digər orqanlar şəxsə özünü və yaxud da yaxın qohumlarının ittiham edilməsinə bir növ məcbur edə bilməz bu prinsipə görə. Bu hüquq həmçinin ailə münasibətlərinin və şəxsi etimadın qorunması məqsəd daşıyır ki, gələcəkdə ailədə bir problem yaranmasın. Ki, filan kəs mənim əleyhimə bu ifadəni verdi. Tutulan, həbsə alınan və cinayət törədilməsi təqsirləndirilən şəxslərin hüquqlarıdır. Əgər səlahiyyətli dövlət orqanı tutursa, gəldi qoluna yapışdı, tutdu, həbsə alırsa və cinayət törədilməsində təqsirləndirdiyi hər bir şəxsə dərhal onun hüquqları bildirilir, niyə tutulub, niyə həbsə alınıb, niyə cinayət məhkəməsinə cəlb edilib, bunların səbəblərini, testdə məqsədləri salsa səhvdir, səbəblərini izah etməlidir. Yəni polis məsələn bir şəxsi oğurluq şübhəsi ilə saxlayır. Şəxsə dərhal deyilir ki, sən tutulursan, səbəb oğurluq şübhəsidir. Sənin hüquqların bunlardır. Məsələn, vəkil çağırmaq, susmaq, müdafiəçilə danışmaq. Cinayət işi üzrə təqsirləndirilən şəxs həbs edilirsə, məhkəməyə qədər hüquqları və tutulma səbəbləri izah olunmalıdır. Ümumiyyətlə, cinayət törədilməsinə təqsirləndirilən hər bir şəxs məhkum edilməzdən əvvəl dinlənilməlidir. Yəni, yoldaşlar,
Cinayət işi üzrə şəxs məhkəməyə gətirilir. Hakim hökm çıxarmadan əvvəl şəxs özünü müdafiə etmək üçün danışır və vəkil vasitəsilə bir növ faktları təqdim edir. Əgər məhkəmə şəxsi dinləmədən hökm çıxarırsa, bu onun hüquqlarının pozulmasıdır. Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ, yəni hər kəsin dövlət orqanlarının şəxsə, yəni ona münasibətdə özbaşınalığı istisna edən vicdanlı davranış hüququ vardır. Yəni dövlət orqanları sizə qarşı ədalətsiz, vicdansız davrana bilməz. Cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur. Zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsinə iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququ var. Məsələn, hər hansı bir dövlət orqanı mənə zərər vurub, mən onun ödənilməsini tələb edə bilərəm. Hər kəsin dövlət orqanlarının, yaxud onların vəzifəli şəxslərinin qanuna zidd hərəkətləri və ya hərəkətsizlik nəticəsində vurulmuş zərərin dövlət tərəfindən ödənilməsi hüququ vardır. Dövlət, dövlət qulluqçuları ilə birlikdə mülki məsuliyyət daşıyır. Nəyə görə? Dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə hərəkət bildikdə işi görür, səhv görür, hərəkətsizlik isə o işi görməlidir, görmür. Ümumiyyətlə yoldaşlar, bu mülki məsuliyyət burada dövlət qulluqçuları birlikdə, bir də bələdiyyədə var. Bələdiyyə qulluqçularla birlikdə. Hər ikisi də mülki məsuliyyətdir. Yəni bunu da bir mənalı bilin. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqları var. Bu demək olar ki, adından görüldüyü kimi bizə yox, əcnəbilərə vətəndaşlığı olmayan şəxslərə aiddir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən qanunla və yaxud da Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər, bütün vəzifələri yerinə yetirə bilər. Məsələn, seçki hüququ. Seçki hüququ əcnəbilərə aid deyil. Deməli, qanunda başqa hal var da, bu onlara aid deyil. Azərbaycan Respublikasının ərazisində daimi yaşayan və yaxud da müvəqqəti qalan əcnəbilər, vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına görə, tərəfdar çıxdığımız beynəlxalq müqavilə yox ha, bütün ölkələrin, dünyanın qəbul etdiyi beynəlxalq hüquq normalarına görə və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər. Yəni hüquqlar yalnız qanun və beynəlxalq standartlara uyğun olaraq məhdudlaşdırıla bilər. Əsassız və ya qərəzli məhdudiyyət qadağan olunur. Məhdudlaşdırma yalnız qanun və beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda mümkündür. Məsələn, xarici vətəndaş təhlükəsizlik səbəbilə müəyyən bölgəyə müvəqqəti girişi qadağan edilsə, bu qanun və beynəlxalq hüquq normalarına uyğun gəlməlidir. Əcnəbi vətəndaşların iş icazəsi, təhsil və yaxud da digər hüquqları yalnız Azərbaycan Respublikasının qanuni prosedurları ilə məhdudlaşdırıla bilər və yaxud da beynəlxalq hüquq normalarına görə məhdudlaşdırıla bilər. Siyasi sığınacaq hüququ gəlir. Bu da məlum məsələdir ki, bizim vətəndaşlara aid deyil. Hamılıqla qəbul edilmiş hüquq norması deyilən bir şey var, yoldaşlar. Həmin, belə deyək, hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikası əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə siyasi sığınacaq verir. Yəni, təqib və təhlükədən qaçan başqa ölkənin vətəndaşları ölkəmizdə müvəqqəti qoruma altına alına bilər. Siyasi sığınacaq yalnız qanun edilmiş prosedurda verilir. Hansı şəxslər qaytarılmır? Siyasi əqidəsinə görə gəlmiş, habelə onun ölkəsində etdiyi hadisə Azərbaycan Respublikasının cinayət sayılmırsa və bu əmələ görə təqib edilirsə, onda həmin şəxsləri başqa dövlətə vermirik. Çünki oradan canını götürüb bizə pənah gətirib. Və İnsan vətəndaş deməli hüquq və azadlığının ən son maddəsi də budur. Hüquq və azadlıqların təminatı maddəsidir. Yoldaşlar, Konstitusiyamızda təsbit edilən insan vətəndaş hüquqlarını, azadlıqlarını gözləmək, qorumaq hər üç hakimiyyət orqanının borcudur. Hansı? Qanunverici, icra, məhkəmə. Yəni praktiki əhəmiyyəti nədir bunun? Qanunverici orqanın hüquqları qoruyan qanunlar qəbul etməlidir. İcra hakimiyyəti bu qanunların tətbiqini təmin etməlidir. Məhkəmə hakimiyyəti isə hüquqların pozulması hallarında ədalətli qərar çıxarmalıdır. İnsan və vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.
Hər kəsin hüquq və azadlıqları bu konstitusiya və qanunlarla müəyyən edilmiş əsaslarda, habelə digərlərinin hüquq və azadlığı ilə məhdudlaşır. Soruşsa hansı əsaslarla deyəcəyik ki, konstitusiyada və qanunlarda müəyyən edilmiş əsas və digərlərin hüquq və azadlığı nədir? Məsələn, mən deyirəm, mən azadam, mənim hüququm var. Götürürəm gecənin bir yarısıdır, saat bu dəqiqə neçədir? Saat 3-dür. Başlayıram evdə qışqırmağa, qonşuları narahat eləməyə. Axı onun da hüququ var, onun da azadlığı var. Mənim hüquq və azadlığım kiminsə hüquq və azadlığı pozulan yerdə artıq dayanmalıdır. Bir sərhəd olmalıdır. Hüquq və azadlıq ümumiyyətlə anarxiya deyil, dayanmalıdır hardasa. Hüquq və azadlıq bəzən məhdudlaşdırılır. Bunun məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Münasib yox, amma mütənasib. Və bu sözdə konstitusiyada bir yerdə var. Bu nə deməkdir? Əslində bunun mənasını elə bu aşağıdakı cümlədə verir. Əgər müharibədirsə, hərbi vəziyyətdirsə, fövqəladə vəziyyətdirsə, burada və yaxud da səfərbərlik elan edilərkən insan vətəndaş hüquq və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəlikləri nəzərə almaq şərti ilə qismən və yaxud da müvəqqəti məhdudlaşdırıla bilər. Məsələn, tutalım o müharibə vaxtı görürüzmü, komendant saatı oldu, pandemiyada karantin saat müddəti oldu və s. Əgər hansı hüquq və azadlıq həyata keçirilməsi mümkün deyilsə, məhdudlaşdırılırsa, bununla bağlı əhaliyə qabaqcadan məlumat verilir. Xəbər yox ha, məlumatdır bu. Yadınızdadır bu pandemiya vaxtı icazə falan olanda briefing keçirib deyirdilər orada. Bax, həmin məsələdir. Heç kəs, heç bir halda heç kəs din, vicdan, fikir, əqidə. Bax, bura başqa şey yazsa bilin ki, səhvdir. Bu dörd dənədir. Bunu açıqlamağa məcbur edilə bilməz və bunlara görə təqsirləndirilə bilməz. Kimsə deyəməz ki, tez ol, dinivi denən. Görüm xristiansan, müsəlman, belə şey yoxdur. Və nə buna görə təqsirləndirilə bilməzsən. Sən niyə xristiansan, sən niyə müsəlmansan? Buna görə təqsirləndirmək olmaz. Bu konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəlmiş müddəa kimi təfsir edilə bilməz. Kimsə deməz ki, bu maddə, bu bənd insan və vətəndaş hüquq və azadlığını məhdudlaşdırır. Yəni bu formada deyil. Azərbaycan Respublikası arasında insan vətəndaş hüquq və azadlığı birbaşa qüvvədədir. Testdə ən çox düşən sualdır və ən əsas məsələ yoldaşlar, burada birbaşa qüvvə odur ki, yəni hüquq və azadlıqları hüquq və azadlıq dərhal tətbiq edilir. Dövlət orqanları, vətəndaşlar bu hüquqları birbaşa əsas götürərək, bax bu konstitusiyanın hüquqları, çünki bu birbaşa tətbiq olunan hüquqdur axı. Əsas götürərək bir növ müdafiə, özü müdafiə edə bilər ki, bax konstitusiya bunu deyir. Qanun nə deyir desin. Çünki qanun konstitusiyaya zidd olmamalıdır. Əsas konstitusiyadır. Burada bu hüquq varsa, deməli birbaşadır. Digər qanun heç buna ehtiyac yoxdur. Bu dərəcədə. Ə, Məsələn, tutalım sərbəst toplaşma hüququ konstitusiyada təsbit olunub. Biz bunu keçdik keçən dərsimizdə. Vətəndaş bunu birbaşa əsas götürür və deyir ki, mən sərbəst toplaşa bilərəm. Vəssalam. Qanun nə deyir desin. Çünki konstitusiya ondan daha üstündür. Düzdür, qanun konstitusiyaya uyğun olur bu öz yerində. Amma yenə də burada konstitusiya daha əsasdır. İnsan vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisəni məhkəmə həll edir. Testdə çox vaxt ombudsman düşür. Amma bu məhkəmədir, biləsiniz. Testlərə düşür bu çox. Heç kəs törədildiyi zaman hüquq pozuntusu sayılmayan əmələ görə məsuliyyət daşımır. Mən bunu törədəndə bu hüquq pozuntusu sayılmayıb. Ona görə məsuliyyət daşımıram. Və hüquq pozuntusu törədiləndən sonra əgər yeni qanun bu cür hərəkətlərə görə məsuliyyəti aradan qaldırırsa və yaxud da yüngülləşdirirsə, yeni qanun tətbiq olunur. Tutalım, mən bu hadisəni törədəndə mənə 4 il iş vermişlər, amma yeni qanun deyir ki, 2 il olmalıdır. Və mən də 1 il həbs yatmışam, onda 2 il mən yatmalıyım həbs. Yəni cəmi 2 il. Yəni yeni qanun mənim xeyrimədir. Hər kəs qanunla qadağan olunmayan hərəkətləri ilə bilər. Qanunda qadağan deyilsə elə eləyə bilərəm. Və heç kəs qanunda nəzərdə tutulmayan hərəkətləri etməyə məcbur edilə bilməz. Məsələn, müdir bizə qanunsuz iş gördürürsə, biz ona məcbur deyilik, etməməliyik. Dövlət orqanları yalnız bu konstitusiya əsasında, nə əsasında? Konstitusiya əsasında. Qanunla müəyyən edilmiş qayda və hüdudlarda. Qayda və hüdud deyirsə qanundur. Əsas deyirsə konstitusiyadır, fəaliyyət göstərə bilərlər. Və burada fikir verin, bax burada da var ha. Hüquq və azadlıqlar bu konstitusiya və qanunlar əsasında qanunlarda müəyyən edilmiş əsaslarla. Bu hüquq və azadlıqdır, bu isə dövlət orqanlarıdır. Bunları qarışdırmayaq. Belə nəhayət gəldik dərsimizin sonuna, dəyərli yoldaşlar. Kanalı izləyin, növbəti videolardan xəbər olmaq üçün çalışın məni sosial şəbəkələrdə izləyin. Belə özünüzə yaxşı baxın, növbəti video dərslərdə görüşmək ümidi ilə. Sağ olun.